Uşağımıza 18 il veriblər, 15 il veriblər. Hamısı günahsızdır bu evlatlarımız. Qanunlar sizi qoruyurmu? Qanunun vətəndaşı qoruyub qorumadığını öyrənmək üçün hər şeydən əvvəl ölkədəki məhkəmələrə baxmaq lazımdır. Çünki ədalətli məhkəmələr hüquqi dövlətin sütunudur. Qanunlar insanların hüquqlarını qoruyur, ədaləti təmin edir və dövlətin səlahiyyətlərini məhdudlaşdırır. Ancaq bu funksiyalar yalnız bir şərtlə işləyir. Qanunlar müstəqil və ədalətli məhkəmələr vasitəsilə tətbiq olunmalıdır. Əks halda qanun sadəcə kağız üzərində qalan söz yığınından başqa bir şey deyil. Bəs qanun və məhkəmələr müxtəlif ölkələrdə insanları necə qoruyur? Norveç və ya İsveç. İsveçdə bir nazirin belə qanunu pozması məhkəməyə çağırılması ilə nəticələnə bilər. Bu da qanunun hamı üçün eyni tətbiq olunması deməkdir. ABŞ-də məhkəmələr çox zaman prezidentin və ya konqresin qərarlarını ləğv edə bilir. Amma Türkiyə, Rusiya və ya Venezuela kimi ölkələrdə qanunun sadəcə hakimiyyətin maraqlarını qoruma vasitəsinə çevrildiyini görmək olar. Vətəndaş isə qorunmaq əvəzinə daha da çox təzyiqə məruz qalır. Bəs Azərbaycan? Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Ancaq Konstitusiyanın bu təminatlarına baxmayaraq, məhkəmə sisteminin müstəqilliyi hələ də sual altındadır. Məsələn, vətəndaşların mülkiyyət hüququnun pozulması, jurnalist və fəalların peşə fəaliyyətinə görə məhkəməyə cəlb olunması, məhkəmələr obyektivdirmi sualını ortaya çıxarır. Freedom House təşkilatı 2024-cü ildə Azərbaycanla bağlı hesabatında bildirir ki, ölkədə məhkəmə sistemi korrupsiya bulaşıb və hakimiyyətə tabedir. Hakimləri prezidentin təqdimatı ilə parlament təyin edir. Məhkəmələrin siyasi müstəqilliyinin olmaması müxalifət xadimlərinə, fəallara və tənqidçi jurnalistlərə qarşı qaldırılan bir çox qondarma və ya başqa cür qüsurlu işlərdə xüsusilə aydın görünür, təşkilat deyir. Azərbaycan hakimiyyəti isə bu iddiaları kəskin şəkildə rədd edir. Amma reallıq başqa söz deyir. Azərbaycanda hüquqları pozulan, ədalət axtarışında olan vətəndaşlar üçün sonuncu instansiya Avropa İnsan Hüquqları Məhkəməsidir. 2024-cü ildə Avropa Məhkəməsi 39 nəfərin Azərbaycana qarşı şikayətlərinə mahiyyəti üzrə baxaraq qərar verib. Bunlardan 38-də konvensiyanın ən az bir maddəsinin pozuntusu aşkarlanıb. Hakimiyyət son illərdə müəyyən hüquqi islahatlar etdiyini iddia etsə də, bu islahatların məhkəmələrin real müstəqilliyini təmin etmədiyi görünür. Nəticə etibarilə, qanunun insanları qoruyub qorumadığı sualının cavabı birbaşa olaraq məhkəmələrin necə işləməsindən asılıdır. Bir sözlə, məhkəmələr siyasi təsirdədirsə, qanunlar istənilən qədər mükəmməl yazılsın, heç bir real müdafiə effekti olmayacaq. Bəs qanun sizi qoruyurmu?